Hamınıza salam. Bugün sizlər üçün üçbucaqlar mövzusundan olan anlayışlara baxacağıq. Əvvəlcə bilməli ki, üçbucaqlar nədir? Üçbucaqlar üç təpədən, üç tərəfdən ibarət həndəsi bir fiqurdur. Üçbucaqlarda gördüyümüz kimi bayaqlar dedim ki, üç təpədən, üç tərəfdən ibarət. Həqiqətən də görürük ki, 1, 2 və 3 təpəsi var. 2, 3. 3 təpəsi var. Bura B-dir, bura C-dir, burada A-dır. Gördüyümüz kimi bunları görürük. İndi deməli belə bir şey var ki, baxın görürsüz ki, C bucağı qarşısında C tərəfi dayanıb. C bucağı qarşısında C tərəfi dayanıb da. A bucağı qarşısında A tərəfi dayanıb. B bucağı qarşısında B tərəfi dayanıb. Baxın bu B-dir. Sadəcə indi burada bəzi anlayışlar yazacağıq deyə onu biraz uzaqda yazmışam. Əslində burada olmalıdır da o. Baxın burada olmalıdır. Deməli, indi belə bir şey deyək ki, kiçik bucaq qarşısında kiçik tərəf, böyük bucaq qarşısında həmişə böyük tərəf olmalıdır. Baxın, burada da qeyd eləmişəm, böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında isə kiçik tərəf olmalıdır. Yəni, indi buradan da baxıram ki, C bucağıdır. C bucağının qarşısında C tərəfi dayanıb. A bucağıdır. A bucağı qarşısında A tərəfi dayanıb. B bucağıdır. B bucağı qarşısında B tərəfi dayanıb. Deməli, mən bayaqlar dediyim teorem, dediyim fikir düzdür. Deməli, perimetr bilirik ki, tərəflərin cəmi perimetr adlanır. Perimetr P hərfi ilə işarə olunur. Gəlin yazaq. Perimetr P hərfi ilə işarə olunur. P bərabərdir bütün tərəflərin cəmi. Baxın, A tərəfi üzərinə gəlinsin B tərəfi, üzərinə gəlinsin C tərəfi. İndi burada həmin bu içəridə yazdığım Yunan hərfləri alfa, beta və qamma, bunlar üçbucağın daxili bucaqlarıdır və üçbucağın daxili bucaqlarının cəmi həmişə 180 dərəcəyə bərabər olur. Alfa üstə gəlinsin beta, üstə gəlinsin qamma. Bu da bərabərdir 180 dərəcə. Bunu hər bir misalda nəzərə almalıyıq. İndi bu dedik ki, həmən bu daxili bucaqdır. Baxın, daxili bucaq. Belə işarə eləyək. Bu daxili bucaqdır. İndi burada məsələn hər hansısa bir yazıram ki, məsələn buraya yazıram alfa 1 məsəl üçün. Alfa 1. Buraya yazıram beta 1. Burada yazıram qamma 1. Bu xətti uzadaq biraz. Üçbucağındır da, yəni bu. Qamma 1. Baxın, bu formada yazdıqda görürük ki, bunlar xaricdədir. Alfa 1, beta 1, qamma 1, bunlar isə üçbucağın xarici bucaqlarıdır. Xarici bucaqlarının cəmi həmişə 360 dərəcəyə bərabər olur. Alfa 1 üzərinə gəlinsin, beta 1 üzərinə gəlinsin, qamma 1, bu da bərabərdir 360 dərəcə. Həmən bu 360 dərəcə dediyi xarici bucaqdır. Xarici bucaqların cəmi 360 dərəcədir. Sonra belə bir fikir deyək. Məsələn, yenə bir üçbucaq çəkək. Formada sərgəsiz oldu. Baxın, yenə hər hansısa bir üçbucaq çəkdim. Bu üçbucaqda bu şeyə baxaq. Məsələn, bura alfa deyək, bura beta deyək, burada qamma deyək. A, B, C. Bunu yazdım belənçi. Gözləyin. Sərgəli yazaq biraz. A, B və C. Baxın, bu formada yazdıqda, bura qammadır. Bu formada yazdıqda görürük ki, üçbucağın xarici bucağı, bir xarici bucağı onunla qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. İndi mən bura nə yazıram? Yəni, bunu sərgəli arada bilsəydik. Aha. Baxın. Bura deyirəm alfa 1. Biraz yəni bu üçbucağı silək, təzədən bir dənə sərgəli formada çəkək. Çünki bu dediyim hazır deyəcəyim qeyd çox vacibdir. Çünki hər bir misalda demək olar ki, onu tətbiq edirik. Məsələn, MHM-də bu tip suallar var, güvəndə bu tip suallar var. Ona görə biz bunları yəni bilməliyik də. Bura deyirəm alfa, bura deyirəm beta, burada deyirəm
qamma. İndi bunun qonşusuna deyirəm, hər hansısa başqa bir rəng götürək, gözləyim, bunları biraz uzadaq bu rənglə. Bura deyirəm alfa 1, bura deyirəm beta 1, burada deyirəm qamma 1. Qamma 1. İndi deyəcəyim qeyd odur ki, üçbucağın bir xarici bucağı, məsələn bu, gözün qırmızı rənglə götürək, daha belə səliqəli göstərək. Üçbucağın bir xarici bucağı onunla qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Məsələn, birinci qamma 1-ə baxsaq, görərəm ki, alfa ilə betanın cəmi demiş olursa, gedirəm ki, bir xarici bucağı onunla qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni yazaram ki, qamma 1 bərabərdir alfa üzərinə gəlinsin betaya. İndi beta bucağına baxsam, deyirəm ki, üçbucağın iki daxili üçbucağın bir xarici bucağı onunla qonşu olmayan. Qonşu olmayan deyirəmsə, görürəm ki, B onunla qonşudur da. Deməli, onda mən bu B-ni götürməməliyəm. Qalan bu ikisini götürməliyəm. Yazaram ki, beta 1 bərabərdir. Onunla qonşu olmayan bir alfadır, bir də ki, qammadır. İkinci tərəfə alfa 1 bucağına baxsaq, həmin bu alfa 1 bucağında üçbucağın bir xarici bucağı onunla qonşu olmayan hansı bucaqdır? Qonşu olan hansı bucaqdır? Alfa. Deməli mən alfa deyil də beta və qammanın cəminə baxmalıyam. Beta üzərinə gəlinsin qamma. Baxın, əsas məqsəd yəni buydu. Bunu başa düşməkdir. Yəni dediyim kimi böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında isə kiçik tərəf olmalıdır. Qayıtsaq əvvəlki şəkilə, burada daha çünki onu belə deyək, belirgin, daha səliqəli çəkdiyimizə görə tərəfləri A, gözləyin, A böyükdür B, böyükdür C deyirəmsə, onda böyük tərəf qarşısında axı böyük bucaq demişdim. A tərəfi qarşısında alfadır. B tərəfi qarşısında betadır. C tərəfi də qarşısında isə qammadır. Gözləyin. Beta, qamma. Baxın, yenə bu formada olacaq. Sonra keçirik nəyə? Üçbucaqda bəzən üçbucaq formasında suallar olur. Üçbucaq formasında necə? Tutaq ki, belə bir şey verilib. Formada belə. Bu formada verilib bir şey. Buraya yazıram x. Buraya yazıram alfa. Buraya yazıram beta. Burada yazıram qamma. Baxın, burada bu elə bil ki, yəni necə izah eləyim? Yəni bu bir qaydadır. Yazılmış bir qanundur. Necə? Həmən bu x-i tapmaq üçün bizdə həmişə axtarılan nədir? X. Hansı tənliyə baxırıqsa baxaq, x-i də, yəni çox vaxtı x istəyirlər də bizdən. Mən burada x-i tapmaq üçün alfa üzərinə gəlinsin beta, üzərinə gəlinsin qamma yazıram. Və buradan x tapıram. Və yaxud da ki, bu x-i verib burada. X mənə məlumdur. Tutaq ki, bura 50 dərəcədir. Bura 20 dərəcədir. Məsəl üçün, bura 20 dərəcədir. Burada 30 dərəcədir. Məndən qammanı istəyir. Mən burada qammanı tapmaq üçün buna bir dənə x deyərəm də. Buna bir dənə x deyərəm. Bunların, axı mən demişdim ki, bunların cəmi buna bərabərdir. Deyərəm ki, 20 üzərinə gəlinsin 30, üzərinə gəlinsin x bərabərdir 50. Bunu misal üçün dedim, çünki yəni düzgün çıxmır da dediyim. Necə düzgün çıxmır? Məsələn, 20 üstə 30 gələndə adicə 50 eləyir də, yəni ona görə məntiqi uyğun gəlmədi. Sadəcə izah üçün bunu dedim. Yəni belə, əsas üçbucaqlarda əsas anlayışlar bundan ibarətdir. İndi isə keçək üçbucaq bərabərsizliyinə.